Salam, hörmətli tələbələr. Sizinlə danışan Kurikulum üzrə təlimçi Əsmər Hüseynovadır. Bu günləri tayımın qəbulda düşən çox maraqlı mövzularından biri məhz məntiq xətaları mövzusundan danışacağıq. Gəlin görək məntiq xətaları nədir və məntiq xətalarına dair biz nələri bilməliyik. Hörmətli tələbələr, qeyd etmək istərdim ki, məntiq xətaları təfəkkürün növləri bölməsindədir. Yəni təfəkkürün bugün 3 əsas növü var. Tənqid, məntiq və yaradıcı təfəkkür. Məntiq xətaları məntiqi təfəkkür bölməsinə aid olub. Burada bir çox əlavələrlə qəbula düşən bir mövzudur. Bu günləri məntiq xətaları aşağıdakı başlıqlara bölünür. Həddən artıq ümumiləşdirmə məntiq xətası, özünü bənzətmə məntiq xətası, cəmiyyət tərəfindən qəbul edilmək, şəxsi qərəzlilik, boş adam, çox mənalı danışmaq və sirkulyar arqument. Gördüyümüz kimi 7 əsas məntiq xətasından bəhs olunur. Fikir versəz, hər cədvəlin sütununda və sətirlərdə müəyyən fikirlər qeyd olunub. Bunlar hər biri sətirlər üzrə bölgüləndirilibdir. Gəlin bir-bir baxaq. Həddən artıq ümumiləşdirmə nədir? Tərifə diqqət eləyin. 1-2 nümunəni bütün qrupa aid eləmək. 1-2 nümunə bütün qrupa aid edilir. İndi səhv və doğru mühakimə hissəsini kitabda görəcəksiniz. Məsələn, səhv mühakimə necə olardı? Həddən artıq ümumiləşdirməyə dair. Deməli, burada belə bir nümunə verib. Deyir ki, taksi xidməti üçün Toyota Prius markalı avtomobildən istifadə edən müştəri yolda qəzaya uğrayır. Və belə bir qəzaya uğrayan şəxs düşünə bilər ki, bu qəza ona görə baş verdi ki, maşının markası məhz Priusdur. Deməli, bütün bu markalı maşınlar təhlükəlidir. Fikir versəniz, bu səhv mühakimədir. Nə üçün? Çünki bunu səsləndirən şəxs bir maşının və ya hər hansı bir hadisəni hər kəsə və hər şeyə şamil eləyir. Yəni, bunu biz realda başqa faktlarla da əsaslandıra bilərik. Məsələn, bizdə olur da, görürsünüz, deyirlər ki, bütün qızlar belədir, bütün oğlanlar belədir, bu filan bölgənin ərazinin insanları belədir. Bu səhv mühakimədir. Çünki 1-2 nəfəri görmək o demək deyil ki, bu hər kəsə və hər şeyə aid edilə bilər. Bu baxımdan burada verilən ifadə birbaşa olaraq həddən artıq ümumiləşdirmədir. Bir nümunə hər kəsə aid edilir və ya hər şeyə aid edilir. Bəs doğru mühakimə necə olardı? Hadisə sürücünün ehtiyatsızlığından baş verdi. Bundan sonra tətbiqdə sürücünün dəyərləndirmə səviyyəsinə baxmalıyam. Bax, bu artıq doğru mühakimədir. Həddən artıq ümumiləşdirmə 1-2 nümunəni hər kəsə aid etməkdir. Özünü bənzətmə məntiq xətası, bu da çox maraqlı bir anlayışdır. Deyir, bir şeyə hörmət edilən şəxs inanırsa, bu doğrudur. Yəni, bir nəfər hörmətli bir şəxs bir şeyə inanırsa, demək bu doğrudur düşüncəsi. Məsələn, belə bir ifadə verilib. Deyir, məktəbimizin ən məşhur qızı voleybolla məşğul olur. Səhv mühakiməyə fikir verin. Deyir ki, deməli, mən də voleybolla məşğul olmalıyam. Uşaq deyir ki, fikir ver cümləyə. Məktəbimizin ən məşhur qızı voleybolla məşğul. Ona görə yox, bu sağlamlıq deyir. Ona görə məşhurdur və o bununla məşğulsa, demək bu doğrudur düşüncəsi. Mən də deyir məşğul olum. Amma bu səhv mühakimədir. Nə üçün? Çünki doğrusu belə olardı. Mən gimnastikanı sevirəm. Müəllimim də gimnastika ilə məşğul olmağı tövsiyə edir. Deməli, gimnastika ilə məşğul olmalıyam. Yəni, bəlkə mənim boyum ona uyğun deyil, bəlkə mənim sağlamlığım ona uyğun deyil. Ona görə də belə deyil, özünü bənzətmə, bir nəfər buna inanırsa ki, bu doğrudur düşüncəsi, o doğrudur ifadə deyil. Bu adətən belədir də, müəyyən bir məşhur şəxslər nəyisə reklam edir. Belə deyək ki, uşaq deyir ki, mən də bundan istəyirəm və yaxud da mən də belə olmaq istəyirəm. O artıq kiməsə özünü bənzətmədir. Gəldik cəmiyyət tərəfindən qəbul olunma. Latınca o bir adı populyumdur. Yəni, fikir verirsiniz, burada populyum, yəni cəmiyyət sözü var. Bir şey çoxluq qəbul edirsə, deməli, o düzdür düşüncəsi. Bunu mən bəzən belə deyirəm, palaza bürün, elinə sürün düşüncəsidir. Yəni, hamı, hər kəs necəsə, məndə elə düşüncəsi. İndi fikir verirsiniz, deyir, hamı dəbdə olan sarı rəngdə köynək və paltarlar yeyinir. Belə bir fikir verilir. Fikir verin səhv və düz mühakiməyə. Deyir ki, deməli, mən də sarı paltar alıb geyinməliyəm. Deməli, mən də sarı paltar. Deməli, hamı geyinirsə sarı, bu il dəbdədirsə mən də. Amma bu səhv mühakimədir. Niyə? Bəlkə heç mənə yaraşmır. Doğrusu necə olacaqdı? Doğrusu olacaqdı ki, mənə sarı rəng yox, tutaq ki, deyək ki, dəbli və mənə yaraşan rəngdə paltar geyinməliyəm. Bu artıq hamı kimi yox, özün kimi olmaq deməkdir. Şəxsi qərəzlilik, o bir adı latınca hominimdir. İkili adları yadda saxlaya xahiş edirəm. Fikrə yox, fikri səsləndirən şəxsə
belə deyək, qərəzli münasibət bildirmək. İndi belə bir nümunə verir. Deyir, Aydan deyir ki, sahibsiz heyvanları sığınacağa götürməliyik. Səhv mühakiməyə fikir verin. Aydan çox qəribə qızdır. Gülməli paltarlar geyinir. Bizdən də ayrı gəzir. Ona görə də yəqin ki, dediyi səhvdir. Baxın ha, Aydan qəribə qızdır. Bizlə bir yerdə oturub durmur, uzaq gəzir. Demək onun dediyi səhvdir. Halbuki şəxsin şəxsiyyətinə burada fikir bildirir. Amma doğrusu necə olardı? Aydanla dost deyiləm, amma dediyi söz həqiqətdir də. Doğrudan da heyvanları sığınacağa götürmək lazımdır da. Bu bir köməklik idi. Aha. Boş adam xətası. Deyilən əsas fikir, arqument kənara qoyulur. Məsələ bilə-bilə fərqli istiqamətə yönləndirilir. Bunu edən şəxsin məqsədi öz mövqeyini qorumaqdır, nəyin bahasına olur olsun. İndi nümunəyə diqqət edin. Şəhərdəki ekoloji problemləri həll etməyin yollarından biri də velosipeddən istifadə edir və şəhərdə ekoloji problemi həll etmək yolunu bu adam deyir. Ancaq səhv mühakimədə deyir ki, demək istəyirsiniz ki, şəhərdə ekologiyanın vəziyyəti pisdir. Məsələn, deyirsən ki, deyək ki, məsələn, siqaret çəkmək sağlamlığa ziyandır. Həmin adam qalib deyir ki, demək istəyirsən ki, mən xəstəyəm. Halbuki sən ona xəstə demək istəmirsən. Sadəcə deyirsən ki, siqaret çəkmək sağlamlığa ziyandır. Az yemək sağlamlığa ziyandır. Məsələn, bu qalib deyir ki, demək istəyirsən ki, mən xəstəyəm. Yəni fikri özünə yönəldir və tamamilə fərqli istiqamətə çevirir. Amma doğrusu necə olmalıdır? Deməlidir ki, demək velosipeddən istifadə üçün xüsusi yollar lazımdır. Yəni əslində problem velosipeddən də başqa xüsusi yolların olmaması idi bir zamanlar. İndi artıq bu həll olunub. Ona görə də baxın, doğru mühakimə belə olmalı idi. Çox mənalı danışmaq fərqli mənada anlaşılan sözlərdən istifadə etməkdir. Bəzən buna söz oyunu da deyilir. Məqsəd fikri yayındırmaqdır, insanların fikrini yayındırmaqdır. Demək, belə bir nümunə verilib. Sənə verilən tapşırığı düzgün yerinə yetirməmisən. Deyilmişdi ki, bu məsələni öz aranızda danışmayın. Hər kəs ayrılıqda araşdırsın. İndi səhv mühakiməyə fikir verin. Biz öz aramızda danışmırdıq. Bir neçə şəkil və mesaj göndərdik. Bəzən bunu məktəbdə biz çox yaşayırıq. Uşağa deyəcək ki, söhbət etmə. Qayda deyir ki, müəllim söhbət etmirdik ki, özün bir dərslə bağlı sual verir. Məsələn, elə deyil. Başa düşdünüz? Bu bilə-bilə belə deyək ki, fikir yayındırır. Doğrusu belə olmalıdır. Etiraf etməlidir ki, bəli, gərək biz bunu dərsdə müzakirə etməyəydik. Yəni burada məqsəd dərsi pozmamaqdır. Sirkulyar arqument. Burada isə fikri əsaslandırmaq üçün yeni bir nəticə alınmır. Yəni əvvəlki olduğu fikir olduğu kimi yerinə qoyulur. Məsələn, siqaret çəkmək məsləhət görülmür. Çünki sağlamlığa ziyanlı deyilir və qayda deyir ki, uşaq və şəxs üzr istəyirəm, deyir ki, siqaret çəkmək məsləhət görülmür. Çünki bəxt dediyimi deyir, az yemək sağlamlığa ziyandır. Eləmi? Çox şəkərli qidalardan istifadə etmək sağlamlığa ziyandır. Uşaq qayda deyir ki, demək istəyirsiniz ki, mən xəstəyəm və yaxud da mən sağlam deyiləm. Və yaxud da ki, mən filan cürəm. Bu artıq belə deyək ki, sirkulyar arqumentdə təzə nəticə çıxartmamaqdır. Olduğu kimi yerinə qoymaqdır. İndi bax, fikir verin, başqa bir adama deyir ki, siqaret çəkmək məsləhət görülmür. O da deyir ki, mən siqaret çəkmirəm, çünki sağlamlığa ziyandır. Bu, boş adam xətası ilə bunun fərqi budur ki, boş adam xətasına da bu sözü verə bilər. Siqaret çəkmək sağlamlığa ziyandır, deyər ki, mən xəstəyəm. Bu boş adamdır, yəni özünə yönəldir. Amma bu sirkulyar arqumentdə isə mən siqaret çəkmərəm deyir. Çünki sağlamlığa ziyandır. Bu səhvdir, niyə? Mən siqaret çəkmərəm hissəsi düzdür. Amma çünki sağlamlığa ziyandır, yox, mənim sağlamlığıma ziyandır. Mənimkiləşdirməliydi, özümkiləşdirməli. Amma bu cümləni olduğu kimi verir. Yəni sanki buna yox, başqasına deyilir. Bax, ona görə də sirkulyar arqumentlə digərini fərqləndirəcəksiniz. Boş adamı fərqləndirəcəksiniz. Beləliklə, hörmətli tələbələr, məntiq xətalarında diqqətli olaq, Taymın testlərindən işləyə bilərsiniz mövzunu. Kimin sualı olsa aşağıdan şərh bölməsindən qeyd edə bilər. Təşəkkür edirəm. Sizinlə Əsmər Hüseynova idi.